Hər bir əməl ağıl səviyyəsinə uyğun qəbul olunur insanlardan. Əməllərin keyfiyyət göstəricisi o əməl eləyənin ağlıdır. Nə qədər ağlın çoxdur, əməlin daha keyfiyyətlidir. Ona görə də düşüncəsiz göz yaşlarını tənqid eləmək bizim biraz haqqımız olar. Çünki biz özümüz o məclisləri təşkil edirik. Bəziləri var, özü eləmir, başlayır əzadarlığı tənqid eləmək. Orada mən şübhəli yanaşıram ki, sən dərdin başqadır. Hətta düz söz desən də, sən bunun əsli ilə müxalifsən. Kökü ilə müxalifsən. Ağlı inkişaf elətdirmək həsrəti artırır. Zuhuru tezləşdirir. Ağıl ən uzaq nöqtəni göstərir. Ağıl göstərir ki, bəşəriyyətə nə lazımdır. Zuhur ağlın meyvəsidir. Zuhur ağlın meyvəsidir. İstənilən məsələyə yanaşmada ağıl ən axırıncı nöqtəni göstərir. Həvəs yaxın nöqtəni. Həvəs həmişə yaxını görür, ağıl uzağı. Ona görə deyirlər ki, həvəs, şəhvət ağılla zid yerdə dayanıb. Bunlar həmişə bir-birinə ziddir. Ağıl deyir, uzağı gör, həvəs deyir ki, yaxını, tələsdirir adamı. Deməli, ağlı inkişaf etdirmək üçün ilk növbədən nə lazımdır? Həvəsi, şəhvəti azaltmaq bu lazımdır. Sən nə qədər ağıl və, üzr istəyirəm, həvəs və şəhvət əsasında yaşayacaqsan, ağıl nuru zəifləyəcək. Ağıl necə inkişaf edir sözünə qulaq asdıqca? Ağıl deyib bunu belə eləyirsən, elə bil ki, yem verdin ağla, böyüdü biraz. Bu dəfə də dedi belə elə, elədin dediyini yem verdin, qidalandırdın. Ağıl ona əməl etməklə artır. Həvəsə əməl etməklə ağıl zəifləyir. Ağıllı adama deyəsən ki, 40 il yaşayacaqsın, deyəcək, nə tez dünyadan közəcəm. Ağlı zəif adama, həvəsə qərq olmuş adama, hələ bundan sonra mənim 47 yaşım var, ağılsız adam olsam, desələr 40 il yaşayacaqsın, deyəcəm, nə qədər vaxt var, gedim kef eləyim. Bir arifə dedilər ki, desələr ki, 3 gün sonra öləcəksən, neyini yersən, dedilər, hər gün neynirəm onu, çünki mən ölümü indi gözləyirəm. Gör, nə qədər ağıllı adamdır. Heç nə dəyişiklik olmaz mənim gündəlik proqramımda. Çünki mən elə ölümü hər an gözləyirəm və ən düz addım atmağa çalışıram. 3 gün hələ böyük bir vaxtdır mənim üçün. Mən elə indi gözləyirəm onu.